mənə həsrət küləyi. Həsrət küləyi, bir xəbər gətir mənə, həsrət küləyi. Həcəridən, Murovdan, Füzulidən, Zəngilandan, Xocalının ahuzarından, Naltavanın məzarından bir xəbər gətir mənə, həsrət küləyi. Həsrət küləyi. Doğrudan Mədinə xanım, çox təşəkkürlər. Bravo, doğrudan. Bu bir mahnı deyil, bu bir əsərdir. Özdə necə ki bir himn olur, tutaq ki, siz bunu elə səsləndirmişsiniz ki, yəni bu dövrümüz üçün, bu zamanımız üçün, ölkəmizdə baş verən hadisələr üçün. Yəni elə bildim ki, bir tamaşaya baxdım. Siz hər sözləri burada ifadə edəndə, bütün onların hamısı gəldi gözüm qabağından keçdi. Güney Azərbaycanımızla bağlı, bəli, möhtəşəmdir, superdir, uğurlar sizə. Məsələn, əziyyəti, əməyi keçən hər kəsə təşəkkürlər. Qarabağ həsrəti var, parçalanmış Azərbaycan həsrəti var. Biz bir xalq olaraq yaralıyıq da qəlbdən. Və bu qızımız hələ gəncdir də, onun göz yaşlarını gördüm. Təbii ki, hamımız qəhər gəldik. Sən üçün sızaldı. Bəli, çox doğrudan da böyük bir mahnı. Yaşanmışsınız. Mahnı deyil, xahiş edirəm mahnı deyil. Valla, yaşanmışsınız. Gün o gün olsun ki, sanki tamaşaya baxanda da necə orada canlanır, bilirsən ki, bundan sonra nəysə. Mən hər dəfə, yəni Mədinə xanım artıq bir ildir də oxuyub bu mahnını. Hər maşında gedəndə, evdə qulaq asanda mən həmin hissləri, siz düz vurguladınız ki, yaşım az da olsa yaşayıram onu. Bəlkə qıraqdan belə şey gələ bilər ki, hər mahnı dinləyəndə, yəni insan bu qədər duyğusal ola bilər. Hər o mahnını mən dinlədikdə, mən görməmişəm də, yəni Qarabağzad mən görməmişəm. Amma sanki mən onları yaşayıram və Mədinə xanım, mən düşünürəm ki, bu mahnını Sədiq ilə oxuyublar, yəni təşəkkür edirik də, yəni Mədinə xanıma bu ifanı təqdim elədiklərinə görə. Amma yəni mən onda belə dərk eləmirdim mahnını. Mədinə xanım hər oxuyanda mən indi əllərim dəsirdə, elə bilirəm ki, özüm oxuyuram, içimdən gəlir. Çox maraqlı, mən də belə hiss elədim, elə bilirəm ki, özüm ifa eləyirəm, hə. Adı var, bəlkə də. Mən heç orada bir məqam gedir Füzuli, amma yaşayırsan. Yox, söhbət Füzuliyim. Mədinə xanım çox gözəl, bilmirəm, sözlər. Mən də sizlə bərabər o Güney Azərbaycandan, Qarabağdan, Xocalıdan, ümumilikdə iş yazılıbı, çox. Elə bildim ki, mən də oxuyuram mahnını. Sözləri də Sədin'indir. Tamamlayır. Sözləri də Sədin'dir. Bilirsiniz, insanın içini parçalıyor. Çünki hamımızın içində bir vətən həsrəti var. Özü də çox işləndir. Günka deyir, bir il. Yəni bir il iş gedib də. Yəni ifa çoxdan olmayıb. Amma yo, bircə dəfə mən efirdə onu ifa etdim. O bir dəfə ifa etməklə mənə zəng gəldi. Dedilər ki, Mədinə xanım, biz bunu klip film çəkmək istədik. Nicat müəllimlə, İncilər komandasından, İncə Sənət komandasından gəldi o təklif. Bunu dəyişək də, çox əhvalım çox. Can. Siz devam olun. Heç susmayın. Sırası dalıca gərək Can'ın mahnısını verirdiniz. Nəsə başqa əhvalım yerdə olar. Süperdir, uğurlar, yaxşı olacaq hər şey. İstəməzdim əhval ruhiyyəmiz. Yəni buna yerinə düşdü. Bizim Instagram dostlarımız nə edirlər Instagramda?
Samir Bayramlı DTV oradan yazın. Instagram dostlarımız. Mövzumuz da var əslində. Çox maraqlı da bir mövzumuz var. Instagramda şərhləri oxuyacağım. Deməli, mövzumuz, həyatda elə bir Yeganə xanıma salam göndərim. Bizim cici qızımızın anası mənə hər gün izləyirmiş. Buradan öpürəm bağlı. Xanımı salamlayıram, öpürəm əllərimizdən. Mədinə xanım da bilir, mən dəfələrlə də Mədinə xanıma demişəm ki, sizin böyük izləyicinizdir, mamam həmişə sizi izləyir. SMS-lər yazır sizə, səhər yuxusundan durur, oturur, işin gücün atır. Yeganə xanım, totuşlu yoxsa arıqdı? Yeganə xanım, sizi bax, maç edirəm sizi. Hə, o Manya xanımdır ki, onu qaybelə, maç edirəm. Samir keçib də, onda Elmira xanımı, Zaranın maması. Mənim mamam Nailə nə deyirlər ona, mənim mamam tupuş Allah saxlasın. Mamışqamı öpürəm əllərindən. O da baxır, izləyir. Əlbəttə. Allah canını sağ eləsin. Sağ ol. Bəs salam. Yeganə xanım bilirəm ki, İsrail baxır. Yeganə xanım bizimkilər izləməyə bilərlər, orada, burada qaçırlar. Amma Yeganə xanım belə əyləşir Samirə. Sağ olsun. Allah ondan min qat razı olsun. Yəni buradayıq deyə yox ha. Bilirəm, artıq onu deyəndə bildim reklam arası. Hörmətli tamaşaçılarımız, Samir Bayramlı DTV bizim Instagram səhifəmizdə hal-hazırda orada da canlı şərhlərinizdə gözləyirəm. Like'larınızda, dostluğunuzda. Mövzumuzu söyleyeyim. Tamam, mövzumuzu söyleyeyim. Sizə biz yüngül biraz sosial mövzular təqdim edirik. Ötəri olsa qonaqlarımızın fikrini bilmək istəyirəm. Bunun da bir tərəfdən insanlara yaxşı mənada, yaxşı təsir edəcəyini düşünürəm. Mədinə xanım, ümumiyyətlə həyatda peşman olacağınız, səhv addım atmışsınızmı? Ümumiyyətlə səhv söz demişsinizmi? Yəni o vaxtında elə bilmişsiniz ki, bu doğru qərardır, doğru fikirdir, amma zaman keçəndən sonra başa düşmürsünüz ki, bəli, mən bu insana qarşı sən demə səhv addım atmışam və doğru söz deməmişəm və mən bu insan haqqında doğru nəticə çıxartmamışam. Sən demə bu insan elə pisiymiş və yaxud da yaxşının... Yaxşı üçün pis çıxardırsan, görürsən o yaxşıymış. Belə şeylər də olur. Yaxşıya, yaxşı bilib, yaxşı qiymət verdiyin görürsən pis çıxır. Pis çıxır, çürük çıxır. Qıraqdan baxsan ki, qozdur, qəşən görsən bir axı içi. Sındırırsan, qozu görsən içi çürüyümüş. Mən yalan deməyəcəm, olub həyatımda, özdə bir dəfə yox Samir. Dəfələrlə, mən elə bilirəm ki, mən heç vaxt dəyişilməyəcəm. Mama mənə həmişə belə bir söz deyir, rusların sözü ilə deyəcəm, deyir, ты дура, но не круглая, ты квадратная. Yəni, valla, deyir ki, sən nə vaxt düzələcəksən, sən nə vaxt ayılacaqsan, deyirəm, mama, o, əgər o saflıqdırsa məndə, mən istəmirəm dəyişilim. Qoy elə də qalım. Zaman, Samir, ən gözəl dərman və ən gözəl real olan bir varlıqdır. Zaman, inan mənə. Həqiqi, inanma, artıq bir Artıq inanırsan. Bir şeylər baş verdi həyatımda. Mən gələndən sonra da lap əmin oldum. Hə? Sən bura gələndən sonra da lap belə əmin oldum. Məsələn, bir şey söyleyeyim, zaman doğrudan yaxşı mənada, yaxşı dərmandır və hər şey özü yoluna qoyur. Mən ümumiyyətlə, o mənə həmişə deyirlər, qızlar görür də, mən evdə o qədər uşaq kimiyəm. Elə atlanıb düşərəm, sanki o içimizdə olan o gənclik, o uşaqlıq, o saflıq var, onu əsla dəyişmək lazım deyil. Qoy o qalsın. Niçivo, qoy sənə qarşı pis olan olsun. Amma sən, demirəm, sən ged ona qarşı yaxşı ol, mümkün olmur o. Çünki biz elə zamanənin elə yaşayırıq ki, mümkün deyil, alınmır, içindən gəlmirsə, alınmırsa eləmə. Özün özünə qarşı dəyişilmə. Qoy sənə qarşı pis olan peşman olsun. Sən saf olmaqda peşman olma. Mən saf olmağıma heç də peşman deyiləm. Qoy o birisi pis olsun, qarşı tərəf pis olsun. Nə qədər çirkin. Əgər sənə qarşı səhv, bəli, qoy o peşman olsun. Qarşı tərəf qoy pis olsun, niyə mən olduğum kimi də qalım. Bəli. Ən gözəl oradan öyrənmək lazımdır. Mənə olub belə səhv addım atmışsan, sonra peşman olmuşsan, və səhv qərar vermişsən, nəticədə onu gözləməmişsən ki, həyatında bu şeylər baş verəcək. Bilirsən necədir? Mən səhv qərarlarıma da bugün peşman deyiləm. Niyə? Çünki o səhv qərarlarım bugün məni biraz
daha ağıllı olmağa, daha biraz həyata başqa cür baxmağa gətirib çıxardım. Ona görə də o səhv qərarlarıma heç peşman deyiləm. Düşünmürəm ki, elə böyük səhv qərarlarım olubdur. Hamının səhvi olur təbii ki. Səhvsiz insan yoxdur. Amma o səhvləri də yaşamaq lazımdır. Səmir, həyatı dərk eləmək üçün, insanları tanımaq üçün. Bizə qarşı olanda bu istər-istəməz bir acınacaq, Amma bir yanlışlıq hiss edir insan. Biz daha güclü oluruq da, həyata möhkəm addımlar atırıq. Mən o addımlarımdan peşman deyiləm və düşünürəm ki, Mədinə xanım düz vurğuladı. İkinci dəfə də həyata gəlsən, elə bu səhvdə gələcək. Yenə o səhvləri atacağım, niyə peşman olub? Görsünüz də yenə o səhvləri ölənə qədər eləyə gedəcəm. Ona görə də heç peşman deyiləm. Mən belə də olmuşam da. O gün mənə sual verilir ki, özümü neçə yaşında görsən? Dedim, valla biri deyir, yanındakı rəfiqəmin biri deyir, mənə elə gəl 25 yaşım var, biri deyir 18. Dedim, valla mənə elə gəlir ki, həyatda klass çəkiblər. Mənim klassım yarımçıq qalıb, mən indi çörəyimi yiyib gedib o klassa oynamalıyım. Mən özümü o yaşda görürəm. Yəni o yaşda insanda hər zaman səhv eləməyi bacarır da. Özü də bir məqamda var da, Qurban sizə, Elnara xanım bir məqamda var. Misal üçün, mənə çox zaman sual verirlər, ələxsusda son zamanlar. Deyirlər ki, nədir, indi biraz yekəxana kimi çıxsa da, amma illərdir tanıyan deyir ki, nədir sirrin o gəncliyində, o necə deyim, o təravətində. Deyirəm ki, ürəyimin saflığı. Çalışın ürəyinizdə çirkabları saxlamayın və çirkin olmayın. Əgər kimdənsə, nədənsə xoşunuz gəlmirsə, misal üçün, gedin onu deyin ki, bax bunu xoşum gəlmirsən, düz eləmədim. Əgər siz o insana dəyərlisizsə, o çalışacaq, o səhvi etməsin. Əgər edirsə, deməli, siz ona dəyərli deyilsiniz. Dəyərli deyilsizsə, sağ ol, su. Ən yaxşı belə çəkilməkdir. Bəs siz, qızların da fikri mənə maraqlıdır. Belə səhv olub ki, avtomatisiz heç... Mən düşünürəm, qısa lakayıq deyəcəm, bəli, çox olubdur. Çox olub? Çox olubdur, amma səhvlərimi düzəltməyə çalışıram. Mən səhvlər eləməsəm, heç vaxt yəni düzgünlükləri ayıra bilmərəm, ayırt elə bilmərəm. Əlbəttə ki, səhvləri olmasa, yəni mən günay olmaram da. Səhvləri eləyəndə gəl günay olmuşdur. Yəni, nə mənada? Yəni, o barədə mən çərçivədən çıxmış səhvlər demirəm. Yəni, uşaqlıq səhvlərimi eləyə bilərəm. Məsələn, Mədinə xanım deyə bilər ki, bunu məsələn də, qızım, efirə çıxırsan, saçı belə eləmə, mən belə eləyib çıxacam. Özüm görəndən sonra və mən peşmançılığımı heç da məsələn, bir-birinə səhv deməzdim. Mən özüm boynuma alıram, mən səhvlərin boynuma almağı sevirəm. Mən qrupa təzə-təzə gələndə çox makiyajdan istifadə edirdim, dəhşət dərəcədə. Hər dəfə Mədinə xanım içəri gəndə, qapını açıb içəri gəndə, Günay, sənə deməmişəm makiyaj çəkib gəlmə. Belə acığıma gəldi, həqiqətən, yəni inciməsin Mədinə xanım. Səhvimi deyirəm ki, içəri görürüm, Mədinə xanım mənə deyir, kosmetika çəkib gəlmə. Deyir, bala, onsa səhnəyə çıxasan da, bunu 2 qatından çəkib çıxırsan səhnəyə də sən. Bir dəfə, 2 dəfə, 3 dəfə, bir baxdım, gördüm ki, Mədinə xanım mənə demir. Mən kosmetika çəkib gəlirəm. Mən həmişə deyirəm, o gündən qorxun ki, mən sizə söz deməyim. Mədinə xanım qapını açır, indi mən gözləyirəm ki, çəkib gəlmişəm ha yenə. Açan deyəcək ki, yenə çəkmisən. Belə baxıram, görəm Mədinə xanım belə güldü. Uca bilirəm də hansı gülüşlərdir. Özümdə xəcalət çəkməyə başladım da. Bilir, hansı gülüşlər. İndi gəlirəm Mədinə xanım belə, qızım, kosmetikadan deyir. Bax gəlmişsən. Deyirəm, Mədinə xanım, o qədər səhvlər eləmişəm də. İndi sizin o dediklərinizi mənim üçün səhvdir. Yəni, bu vaxtında eşitməmişəmsə sizi. Bu mənim üçün səhv deyil. Mən düşünürəm ki, örgənmə heç vaxt gec deyil. Yəni, yaşın hansı dərəcəsində olursan ol, örgənmə heç vaxt gec deyil. Bəli, məncə də. Əgər mən o səhvlərimi düzəldirəmsə, demək, əsas odur ki, səhvi düzəldə yaxşıya doğru gedirəm. Bəli. Gürcüstandan həvəskar şairə yazır bizə. Həvəskar şairə, vay. Onun yazdığı şeirlər necə olacaq görürsən? Redaktora ihtiyacı var. Həvəskar şairə bizə salamlar göndərir. Sağ olsun, bizə ağ olsun. Rəhim, sən səhv eləmirsən heç? Nə səhv? Belə böyük səhvlərdir. Bəlkə də böyüdür, bəlkə də elə böyük deyil. Amma mən həyatda çox səhvlər həmişə adam insana eləyir. Ümumiyyətlə, uşaqlıqdan səhv eləyə bilə gəlirsən, valideynlər səni tənbih eləyirlər, düz yola qoyurlar. Amma artıq, belə deyək də, özüm hər şeyə özüm qərar verdikdən sonra bir səhv eləmişəm. Və indi də onun, mən düzünü deyib ki, peşmançılığını çəkirəm. Çəkirsən. Amma mənim də bir səhvim olur, mən çox peşmançılıq çəkirəm. Yəni, mən çevrəmdə olan çox dəyərli bir insana lazımı olan dəyəri vermədim. Oy, mən. Yəni, lazım olan dəyəri vermədim.
bilmədən eləmədim onu. Misal üçün, hansısa bir məqam oldu, mən onu deməliydim. Demədim, gizlətdim ondan. Sonradan o bildi, dedi ki, niyə bunu mənə demədi? Məsələn, o bambaşqa cür qəbul elədim. Mənim günahım yoxdur. Amma o artıq qəbul eləmədi o dedikləri. Çəkildi getdi. Çəkildi getdi deyəcəm, çəkilmədi, çevrəmdə də yenə. Amma o sıx dostluq, o sıx etibar var, bax o itdi. Bəli, bax məndə də eyni olmuşdu, eyni. Mən biz necə oldu? Mən Allah'ın da olsun, bax deyim də, o insanı o qədər çox istəyirəm ki. Mən indi də istəyirəm. İndi də. Yox, o deyil, yox. Onunla indi də yaxşıdır münasibətim. Həqiqətən o insanla münasibətim birdən-birə korlandı. 2 il o məni hər tərəfdə blok elədi, heç nə əlaqə saxlaya bilmədim, zəng elədim, heç bir... Hətta mən durub onun ayağına getdim, üzr istədim, inanın, həqiqətəndir, amma artıq o dedi ki, gecdi və salon, hər şey bitdi. Amma yenə də mən onu çox istəyirəm, amma o sonra mənə qarşı bir dənə elə atdım ki, yandım, töküldüm, amma yenə çox istəyirəm. Yenə çox istəyirəm və peşmanım. Mən də çox istəyirəm, hədsiz çox istəyirəm, buradan 100%. Əslində yenə əvvəlki kimi olmur. Sən onu qayıtsan da, onun kimi olmayacaq. Çünki sən elə bir şey... Bilmək olmaz. Bəlkə ondan da güclü, yox. Düşünmürəm ola. Bu həyatdır, ondan da güclü ola bilər. Düzdür. Bəli. Olar, əlbəttə olar. Mən düşünürəm, əgər bağlar qırıldısa və s. Deməli, hansısa bağ qalıb ki, əgər misal üçün deyir ki, mən indiyə qədər istəyirəm. Misal üçün, mənim də o insana, bilirsiniz, istək var, bir də var, o qədər böyük dəyər və hörmət var. Düzdür, ailəsinə onun hörmətim o qədər böyük hörmətim var. Deməli, qaydanda o... Yəni, deməli, o bağ var ki, bilirsiniz, adi özümüzdən götürək də, Səmir, biz illərdir tanışıq. Hansısa bir xırda məqam oldu, mənim inciliyim oldu, ola bilər sənin inciliyin olsun, nidapanimaniya demişlər. Amma deməli, nəsə var ki, biz bir-birimizin o bəzi çirkin insanlar orada gəzir, orada dalınca danışır, burada dalınca danışır. Özümüz məsələni aydınlaşdırdıq. Bəli, ən gözəl bicdik düzdükdür. Bəli, amma Allah görsətməsin, insanlar da var ki, insanın gözünün içinə baxa-baxa elə yalanlar danışırlar ki. O uca insan deyil. Elə yalanlar danışırlar və sən o yalanları bilirsən. İnsan sözünü olur deyil mi? Sübut olaraq sən bilirsən ki, bu, məsəl üçün, bu telefon hardadır, amma sənə gəlir danışır ki, yox, bu telefon falan yerdə, sən bilirsən, kim anladırsan. O insan sözünü ona demə. Vəssalam, onda reklamlar deyək. Bəli. Reklam. Tamaşaçılarımız, davam edirik reklamlardan sonra əslində belə çox gərgin burada söhbətlərimiz var. İstəmirəm bu barədə heç danışam efirdə, sizin də halınızı gərginləşdirim. Günahı görəcək, elə biləcəklər ki, döyüblər. Ağlamağından biləcəklər ki, günahı döyüblər, yox, döyməyiblər günahı. Reklam olanda məni döyür. Yox, mənim danışdığım məsələ ilə bağlı Günay burada ağlayırdı. Amma Günay, hər şey həyatda insan başına gələ bilməyəcək bir şey yoxdur. Və insanın daşıya bilməyəcəyi də yük yoxdur. O, yəni hər bir yükün altına girir. Övladlar anaları üçün, ataları üçün, atalar analar övladları üçün, dostları üçün, yaxşı dostlar üçün. Və Mədinə xanım, bayaq bizim reklam arası söhbətimiz oldu da burada. Deyirəm ki, dünya o yaxşı insanların üzərində dayanıb. Və mən o cür yaxşılıqları gördükdən sonra, siz proqramdan öncə bir söhbət elədik ya, o cür çirkli niyyətli insanlara artıq bilirsiniz nədir? Mən nə cür baxıram, deməli, o insanların yanında bu insanları görmək. Deyirsən ki, bəli, həyatda o insanların yanında olmaq lazımdır. Ona görə, bəli, ona görə o barədə, misal üçün mən özümdən danışıram. Kimsə görürəm ki, çox böyük haqsızlıq edib, girib, haqqıma girib də, nəyi var haqqıma girib, belə deyirlər də, yəni olmayanı, yalanı, şər, böhtan. Mən o qədər fikir eləmirəm, düzdür, müəyyən məqam olur ki, mən darıxıram. Sadəcə unuduram onu, silirəm onu, gedir. Mən də. Valla, görər, salam Allah salam, salam əleykum. Düzdür, çətin olur əvvəl bu şeylər atlatmaq. Heç mənə çətin də olmur, bir gün, maksimum. Mən o qədər güclüyəm. Mən o qədər pozitivəm, o qədər pozitivli. Bir günə yox eləyirsiniz. Çık. So. Düz bir gün çəkmədi, biraz çəkdi, amma çəkdi. Nə qədər vaxtımız qalıb, amma
Bir gün olmadı. Əsas odur ki, çık elədim, amma bir gün olmadı da, nə yalan deyim. Bir 15-20 gün, belə bir ay yaxın məsələlər oldu. Narahat ki, bəlkə də həyatımda o gərginliyi yaşamamışdım. Ən azından mənlə bölüşmüşdüm. Hə, ən azından sizlə bölüşmüşdüm, səbəbsiz, ətərsiz. Və belə, yekunlaşırıq. Təşəkkür nətər eləməyim mən Rasimə, operatorumuza, sonra Nərmana, səs rejissorumuz Yaquba. Görürsünüz, Mədinə deyir, zərgədirin, zərgər bilər. Çox pozitivdilər, çox. Bu uşaqlardan yoxdur, Emin səndən də yoxdur, var, yoxsa, yoxdur, qoyulmasın. Əziz tamaşaçılarımız, proqramımıza Sirkla Sermaye divar örtüklərinin, rekord günə baxan tumlarının və rekord məktəbli kökələrinin Lady Sharon qadın geyimləri mağazaları şəbəkəsinin sponsorluğu ilə baxdınız. Geyimimiz Ozandandır, 050-055-302-17-17 əlaqə telefonlarıdır. Saç düzümünə görə Karizma salonunda çalışan Miriyə buradan təşəkkür edirəm. Sabah onsuz da görüşəcəyik. Hər şey yaxşı oldu. Əla? Əla. Onda sağollaşırıq. Axşam görüşəcəyik bu arada. Axşam kimlər olacaq burada, kimlər olacaq? Yusif Səfərov var. Qardaşım, dostumuz, onunla bağlı. Axşam gözləyin. Samirə Yusif qızı axşam gəlir verilişimizə. Samirə xanım, tutduğun yanaqlarından belə tutacam, maç eləyəcəm. Dəyərli dostum. Nəğməli dünyamız möhtəşəm olacaq bu günləri. Veriliş qutardı. Yekunlaşırıq. Bilə, qızlar oxuyacaq. Bəli. Amma mən bir kəlmə deyim ki, yoxsa Ruslan İncəyər məndən profilaktika gəlir indi yeni mahnımız. Yeni mahnı. Sözləri Ruslan Karslıya aid. Ruslan Karslıda Karslı? yaradı. Karslı. Aha, nə gözəl. Bəli. Çox, indi görüm də Ruslana gərəkdiyimdə, bəlkə o da bir duyur. Bəs Ruslanı niyə bugün gətirməmsiniz bura? Ruslan biraz efirlərdən deyir, Mədinə xanım zamanı gələndə özüm deyəcəm, çıxarıb verir. Hə, deyirmi onu? Hə, deyirsə, çünki əmək olan insanları mən istəyirəm görsədək. Onların əməkləri var axı. Əmək itirənin deyir, əmək itir. Ruslanın mənim növbədə, yəni gələcəkdə də, yaxın günlərdə bir möhtəşəm ifam olacaq. Onun da sözləri Ruslanındır. Qızların ayrılmayaq. Mahnısı Ruslanındır, sonra telefon al mənə, iPhone al mənə, o da Ruslanındır, məzəli bir mahnı gəlir. O sözdən sonra sənə hamı telefon alacaq. Bəli. Axşam nəğməli dünyada görüşmək ümidi ilə, kristalın kristal kimi, belə xrustal kimi qızları buyursunlar.